Enerji içkilərinin istifadəsi ürəyin dayanmasına qədər gətirib çıxara bilən ritm pozğunluqlarına səbəb ola bilər. Belə ki, bizim ürəyimiz normalda müəyyən ritmlə döyünür və bu ritm adətən arzu olunan halda 100-dən aşağı olmalıdır. 100-dən çox olması xoşa gələn bir hal deyil. Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein var. Bu kofein molekulları bədənimizdəki adenozin molekullarını bloklayır. Adenozin bizim yorğunluq hiss etməmizə və nəticədə yorulub yatmağımıza səbəb ola bilən bir maddədir. Və kofein bu maddəni blokladığı üçün müəyyən müddət üçün biz yorğunluq hiss etmirik. Amma digər tərəfdən enerji içkilərinin tərkibində yüksək miqdarda kofein var. Hansı ki 2 dənə qəhvədə olan 2 çaşqa məsələn 2 fincan qəhvədə olan kofein miqdarına bərabər gəlir. Və bir dəfəyə bunun bu qədər yüksək dozda qəbulu və üstə gəldi onun tərkibində olan digər maddələr, məsələn